18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu xüsusi gün dünyanın müxtəlif güşələrində yerləşən tarixi abidələrin, qədim mədəniyyət nümunələrinin və ümumbəşəri irs dəyərlərinin qorunmasına və təbliğinə əsr olunub. Biz də bu əlamətdar gündə diqqətimizi Azərbaycanın ən dəyərli mədəni irs nümunələrindən biri olan Qobustan Milli Tarix Bədii Qoruğuna yönəltmişik. Qobustan təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin keçmişinə açılan bir pəncərədir. Bu möcüzəvi ərazi Bakı şəhərindən təxminən 60 km cənub-qərbdə yerləşir və özündə 1000 illərlə yaşı olan qayaüstü təsvirləri, qədim yaşayış məskənlərini, həmçinin daş alətləri, habelə məzar abidələrini birləşdirir. Qoruğun ən qiymətli sərvəti isə şübhəsiz ki, qayaüstü rəsmlər, petroqliflərdir. Bu təsvirlər eramızdan əvvəl 10.000 illiklərə, yəni mezolit dövrünə aiddir. Burada ov səhnələri, insan fiqurları, heyvanlar, rəqs edən qruplar və ibadət səhnələri həkk olunub. Bu rəsmlər göstərir ki, Qobustanda yaşayan insanlar təbiətlə vəhdət içində olublar və dünya görüşlərinə daşlarla köçürməklə gələcək nəsillərə ötürüblər. 2007-ci ildə Qobustan Milli Qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil olub. Bu isə onu göstərir ki, bu məkan artıq yalnız Azərbaycanın deyil, bütün dünyanın mədəni sərvətinə çevrilib. Mədəniyyət Nazirliyinin Qobustan Milli Tarix Bədii Qoruğunda keçirdiyi mediator çərçivəsində Azərbaycanın arxeoloji irsinin qorunması mövzusunda elmi-praktik seminar keçirildi. Tədbir çərçivəsində media nümayəndələrinə qoruqda mühafizə edilən tarixi abidələrin qorunması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən işlər barədə geniş məlumat verildi. Bugünkü gündə qoruğumuza təqribən 1000-dən yuxarı ziyarətçi gəlibdir və bunların böyük əksəriyyətini çox sevindirici bir haldır ki, bizim uşaqlarımız təşkil edir, məktəblər təşkil edir və ən əsas da bizim Qobustan qoruğunun dəvəti ilə Ələt qəsəbəsində yerləşən qüsurlu məktəblərdən olan uşaqlar bu günləri burada iştirak edirlər və onlara Qobustan qoruğu tərəfindən ekskursiya təşkil olunmuşdur. Mediatur zamanı qeyd edildi ki, Qobustan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı çoxsaylı yaşayış yerləri, məzarlar, əmək alətləri və digər tarixi əşyalar aşkarlanıb. Bütün bunlar Qobustanın bir zamanlar inkişaf etmiş, özünəməxsus mədəniyyətə malik bir cəmiyyətin mərkəzi olduğunu sübut edir.